Qafqazda xalqlar içərisində bir-birinə qarşı inamsızlığı, soyqırımı, qətllərin törədicisi, ssenari müəllifi, həyata keçirəni Rusiyadır. Bu baxımdan deyir ki, Qafqaz evi olmalı. Qafqaz evi ruhən, ideoloji olaraq Rəsulzadədən, siyasi olaraq Əbülfəz Elçibəydən gələn bir ideyadır. Məsələn, Rəsulzadə nə deyirdi? Deyirdi ki, Qafqaz ruhu yüksəlməlidir ki, Rusiya buradan çəkilib gedə bilsin. Əbülfəz bəy də bunun praktik addımlarını atırdı. O vaxt Qafqaz evi ideyasını irəli sürdü. Mən düşünürəm ki, nə olur olsun, bütün gücümüzlə Qafqaz evi ideyasını həyata keçirməliyik. Bizim başqa yolumuz yoxdur. Zaten bu ideya həyata keçir. Fikir verirsinizsə, Azərbaycan və Ermənistan arasında normallaşan münasibətlər sistemi falan. Bu yavaş-yavaş keçir. Bunun başqa yolu yoxdur. Əgər biz Ermənistanla, Gürcüstanla hər hansı bir azacıq gərginlik yaşasaq, inanın ki, bu sadəcə Rusiyanın işinə gələcək. Və ikinci planda İranın işinə gələcək. Cəfər Cabbarlı deyirdi ki, 1905 piyesində atan Kazaklardır. Bax, bu atan Kazaklardır sloganını götürüb yeni yetişən Qafqaz insanını Rusiyanın zəngindən qurtarmalıyıq. Bax, bunun ideoloji tərəflərini izah eləməliyik ki, atan biz deyilik bir-birimizə. Atan Kazaklardır.